tabellik, həm tabeçilik əlaqəsinin olduğu cümlədir. Tabellik əlaqəsi cümlə üzvlərinin arasında işlənir. Yəni, əgər bir cümlədə ən az iki cümlə üzvü varsa, orada mütləq ki, tabellik əlaqəsi var. Tabeçsizlik əlaqəsi isə iki yerdə istifadə olunur. Həmcins üzvlər arasında və tabesiz mürəkkəb cümlənin tərəfləri arasında ikisindən birini axtaracağıq. Pisi görməsən, yaxşının qədrini bilməzsən. Burada cümlə üzvləri mövcud olduğuna görə tabeli əlaqəsi var, lakin tabesilik əlaqəsi yoxdur, çünki bu tabeli mürəkkəb cümlədir. Oğul, doğrusu inanmadım. Burada da tabesilik əlaqəsinə rast gəlmirik, çıxırıq. Əxlaq insanın mənəvi keyfiyyətini müəyyən edən etik normadır. Burada da tabeli əlaqələri var, lakin tabesizlik əlaqəsi yoxdur. Atanı, ananı sevindir. Həmcins tamamlıqlar var. Onlara qayğı göstər. Sən sevindir, sən qayğı göstər. Deməli, həm də həmcins xəbərlərimiz var. Cavabımız elə bu variant olacaq. Həmcins üzvlər olduğu üçün tabesizlik əlaqəsi var. Eyni zamanda ananı sevindir, atanı sevindir. Hər iki söz fe'lə aid olub, idarə əlaqəsindədir. Onlara sözü də fe'lə aid olub, idarə əlaqəsindədir. Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Bu isə tabeli mürəkkəb cümlə olduğu üçün burada tabesizlik əlaqəsinə rast gəlmirik.